Yaponiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu autizmdə ünsiyyət çətinlikləri ilə bağlı ənənəvi fikirləri alt-üst edən inqilabi məlumatlar təqdim edib. Tədqiqat Molekulyar Autizm elmi jurnalında dərc olunub. Həkim Bianca Schuster'in rəhbərlik etdiyi Waseda Universitetinin alimləri autizmli və autizmsiz yetkinlikləri əhatə edən unikal bir araşdırma aparıblar. Alimlər hərəkətli üçbucaqların animasiyalarından istifadə edərək iştirakçıların sosial səhnələri necə şərh etdiklərini təhlil ediblər və əldə edilən nəticələr gözlənilməz olub. Böyük Britaniyadan olan neurotipik iştirakçılar autizmli şəxslər tərəfindən yaradılan animasiyaları anlamaqda daha çox çətinlik çəkiblər. Maraqlıdır ki, Yaponiyalı autizmli iştirakçılar bu animasiyaları daha yaxşı başa düşərək daha yüksək nəticələr əldə ediblər. Bu, ünsiyyətdə mədəni kontekstin əhəmiyyətini bir daha nümayiş etdirib. Tədqiqat bir-birini anlamaqda yaranan çətinliklərin autizmli insanlarda idrak qüsurlarından deyil, insanların dünyanı fərqli şəkildə qavramasından qaynaqlandığını irəli sürən ikili empatiya nəzəriyyəsini dəstəkləyib. Mütəxəssislər müxtəlif növ sinir sistemi quruluşuna malik insanların ehtiyaclarını nəzərə alan universal bir mühitin yaradılmasının vacibliyini vurğulayıblar.